Herkese yepyeni videodan salam dostlar. Kanalıma abunə olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlerle birlikte Age of History'de Osmanlı qurma sərimizin ikinci bölümündən salam dostlar. Türkiyə ilə birlikdə bugün sizlerle birlikdə Osmanlı quracağıq. Hədəfimiz Balkanlara hücum eləməkdir. İndi bizə lazım olan ərazilərə baxaq. Hansı Osmanlı qururduq? Bunu qururduq da yəqin. Kırımdan ərazilər almalıyıq, oradan ərazi almalıyıq, buradan ərazi almalıyıq. Baxa, başqa hansı ərazilər var. Bu bölümdə istəyirəm. Bu Misak millidir. Baxaq görək, bu Turan birliyidir. Bu Səlcuqludur. Bu da Osmanlıdır. Osmanlını şəkilləndirməmiz hardasa bizim 3-4 bölüm olacaq dostlar. Aha, Asilər özləri üçün dövlət qurur. Yoxsa dövlət qurulmuş. İndi biz ilk olaraq ordu basıb, əlbəttə ki, bir dənə hədəfim var. Birinci baxaq görək, bunun üstünə 160 min nüfusu var. Bizim ekonomiyə baxacaq. Birinci hədəfim vardı ki, 428 min olan Libiyanı fəth eləmək. Onun üstünə elə bütün ordumla geçsəm elə məncə fəth eləyə bilərəm dostlar. Məncə biraz da ordu basaq. Deyəm. Buradan biraz da ordu. Biraz da buradan ordu basaq. Və tez bir zaman ərzində ordumuzu yığaq və gedək Libiya fəthinə. Libiya fəthinə gedəndən sonra hədəfim Suriyanı, İraqı almaq dostlar. Onları arandan sonra onsuz da işlərim daha da rahatlaşacaq. İki tərəfdən istəyirəm ki, Afrikanın içinə gələndə belə tam rahat ala bilim. Saudi Ərəbistan da ələ alınacaq. Hələ qarşımıza çox bölüm hədəflər olacaq dostlar. Yavaş-yavaş bir dəqiqə buradan 2000 basaq. Basaq görək. Yox, 51 min oldu. O, 100 min. 90 min dukat da buradan gəldi. 90 min dukat da buradan qazancım oldu. Yunanistan'a belki bu bölümdə tez bir zaman ərzində aldım dostlar. Hardadır? Gələsi olmadı o. O, bir dənə 90. İndi Libiyaya bir dənə saldırı eləyək deyə. Salam Libiyana tərsən. Gördük. Libiya 6 tur qalıb Libiya. 2026-cı ilin Mayıs ayı, Haziran aylarında Haziran 24'ü savaş başladı. Savaş patlak verdi. Deyək bu şey. Birinci bura getdi. Bunu da bura getirək. Digər hissəni də bura göndərək. Roma başkəndi. Buradan da bura biraz tez konkret cavab verirlər. Bunu da bura göndərək. Bu hissədən də bura bir dənə ordu göndərim. Bəsim. Burada biraz ordu göndərək. Hoppa, bu hissəyə də ordu göndərdim. İndi buradan da bunu göndərək. Sonra alınan hissədən də biraz ordunu bura göndərəndən sonra qalan bütün ordumuzla bu hissəyə hərəkət edəndə özü Libiyanın tam içlərinə kimi fəth eləyə bildik dostlar. Buradan da biraz ordu lazımdır. Yox, mən bu paytaxtı alacağım. Bizə kim? İsveçmə hücum edirsən. Sənə bir də əlaqədar indi. Birazdan mən güclü-güclərlə eləyəcəm söhbətləri. Biraz nə idi hədəfimiz? İlk olaraq Afrikada fətihlər eləməkdir. Afrikadan əvvəl bildiyiniz kimi bizim doğuda çox yaxın dostumuz var. Bunlardan biri də nə idi? İrandır. İndi hər bölümdə bildiyiniz kimi hər olan yerdə İranla Türkiyənin arası biraz pis olur, amma bu bölümdə, yəni bu sərilərdə istəyirəm ki, aramız yaxşı olsun, onunla müttəfiqlik bağlamaq istəyirəm. Yox, əgər biraz da böyləsi olsam torpaqları, onda qasaram dostlar. Bax görək, buradan bura hücum eləyək. Buradan bura gəldik. Bu son ordumuzla da bu hissəyə gedək, çünki daha bura gələcək ordu qalmadı. Burada bunu göndərim. Son güclərimizlə hücum edirik. Onda da fəth edirik. Ən güclü ordusu. Paytaxtında heç o qədər ordu yox idi. Götürdü bütün ordusunu arxaya çəkib ləvdir nəsə uda biləcək. Daha bilmir ki, şanlı Türkiyə ordusu ilə gələndə ala bilir. İndi bu hissədən belə geçsək, buradan da biraz belə.
İndi bunu tam bölüşdürüb belə 6000-də ala bilərik. 6000 oradan 12000 ordu ilə rahat alacağımı fikirləşirəm. Ona görə oradan 9000 ordu göndərdim. Bu da düşdü. Bu ərazi düşəndə füsyo. Demək olar ki, hər yer düşmüş sayılır. Çünki ən güclü ərazilərimi düşürtdüm. İndi bura belə olanda, bura belə. Burada belə olan dostlar, bu hissəyə düzüm edirik. Bir dəqiqə, bu hissəni də birdən bölüşdürək. Bura belə. Bu hissəyə də gedək. Bu hissəyə gedəndən sonra belə. Oy, fəthiyə az qaldı. Çox yaxşı fəth elədik dostlar. Bu bölümdə yəni biraz irəliləyişlərin bütün yürüyüşlər demək olar ki, qələbə ilə idi. Sadəcə bir dənəsi qələbəyə baş vurmadı. Qalan hamısı isə qələbə ilə qutardı dostlar. İndi ora 4 dənə yerdən hücum edəcək. 1, 2, 3, 4. Elə ora düşən ki, mən bilən hamısı düşməlidir. Yəni qalan bütün hamısını özüm fətləməliyim dəqiq. Baxaq, buranı da endirək. Dedim də. Nəyə mənə? Neçə min verdi? Buradan 55.000, bu biraz az oldu. Biraz özü. Bu hissələri də buraya yığışdırırıq dostlar. Və bu bölümlük hədəflərimizin çoxuna çatmış oluruq. Libiyanı fəth elədik. Gələn bölümdə də özümə, gələn video başlarında özümə böyük ordu quracağım və o ordu sayəsində Misir ərazilərinin çoxunu fəth eləyəcəm. İndi gedək paytaxta. Demə ərazi yoxdur. Sağ olun dostlar. Gələn videolarda görüşənə dək. Bugün sizlərlə bir yerdə Libiyanı fəth elədik. Belə tam belə eləyeyim. Sonraki turda tam görünsün. Dəqiqə. Tam belə öz ərazilərimi göstərim. 160 əyalə. Abunə olaraq, like ataraq bizə dəstək verə bilərsiniz dostlar. Sağ olun dostlar.